Hər kəsə salam olsun dostlar. Söz verdiyim kimi LinkedIn incələmələri videosuna xoş gəlmisiniz. İlk olaraq sizə öz profilimlə başlamaq istəyirəm ki, son 3-4 gündə aktiv deyiləm. Normalda LinkedIn hesabıma aktiv olaraq istifadə etmək tərəfdarıyam və çalışıram buna. Profil reviewlarına baxırsınız. Məsələn 371 nəfər insan girib profilimə baxıb. Çox əladır. Post impressionlarda 7000-dən çoxdur. Məsələn baxsaq görərik ki, burada recruiterlər, nə bilim işlədiyim yerdən sahələr və yaxud da başqa bankların networkündən də insanlar girib profilimə baxıblar. Yaxşı bir nəticədir. Vaxt itirmədən keçmək istəyirəm. Bir dənə izləyicimiz yazmışdı Sahil Ümman. Onun profilinə baxmaq. Az öncə axtarış verib baxdım profilinə. Yadıma düşdü ki, bəs sizlərlə bunu eləsəm daha faydalı olar. Həmin adam da görər ki, profildə nəyi əksikdir, nəyi artıqdır. Sahilin profilinə baxanda arxa fonda teatr görürük və avtomatik olaraq bu adamın belə də bu IT-şnik deyil. Bu adam teatrla bağlı bir işdədir. İlk bizə yaradan təəssüratı budur. Və Sahilin profil şəkli məsələn, əgər IT sahəsində və yaxud da bank sahəsində işləsəydi, deyərdim ki, professional şəkil deyil. Çünki bir belə də bank işçisi bunu qoymaz. Bir bank işçisinə profilinə baxanda onunla iclasa girəcək profil olmalıdır. Yəni mən iclasa girəndə Sahil məsələn kitab oxumaq təəssüratı yaradır. Amması var ki, Sahil qeyd edib, redaktor, senaristdir. Ona görə art ruhu olan bir insanda, incəsənət vibe olan bir insanda siz bunu görə bilərsiniz. Çünki o adam öz xarakterini, kitab oxuduğunu, necə sakit ruhda olduğunu, necə yaradıcı olduğunu profilindən göstərir. Ona görə normalda istisna olan hal Sahilin profilinə uyğundur. Baxırıq ki, MTV Azərbaycanda çalışır. Yəni işlədiyi yerdə oxuduğu Azərbaycan State University of Culture and Art, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirib. Əla. Bakıda yaşayır, çox qısa olaraq yazıb redaktor. 48 connection var Sahilin. Məsləhətim ondan ibarət ki, biraz artıra bilər 48 connection. Çünki nə qədər artırsa, cəmaatın bu profilində burada daha çox çıxacaq Sahilin profili. Ola bilsin ki, işçi axtaranlar və yaxud da kimsə nəsə axtarırsa, həmin hissədən birinin Sahilin profilini kəşf eləyə bilər. Bu məsləhətim var hələlik. Aşağı düşək. 3 ay əvvəl Sahil olub Erasmus'la proqramı ilə Türkiyədəyik. Əla könüllü olduğunu qeyd edib. Bu arada mən bu arxadakı insan mənəm. Sahil izləyicim olsa da mənim çoxdanlıq dostumdur. Və o demək deyil ki, ancaq dostlarıma açıq Instagramda ən birinci yazan şəxs mənə Sahil olduğuna görə dostum olaraq ona görə onun profilindən başlayıram. MTV Azərbaycan redaktoru olaraq başladı. Bu da bir gözəl postdur. Kiçik ölkənin böyük qəhrəmanları, bunu görməmişdim. Bir dənə buna ürək ataq. Bax, Sahil öz işini paylaşır. Harada işlədiyini paylaşıb. Könüllü fəaliyyətini paylaşıb. Yəni bu insanın şəxsi həyatı var. Bu o deməkdir. Bu da əladır. Keçirik təcrübələrinə. Redaktor və teatro öyrətməni. Niyə türkcə yazıb bilmirəm. Çünki redaktor Azərbaycanda da redaktor olmalı idi. Freelance olaraq da teatro öyrətməni çalışıb. Ola bilər ki, bu könüllü olduğu yerdə ona görə yazıb. Amma məsləhət görərdim ki, əgər profilin Azərbaycan yönümlüdürsə, bunları da Azərbaycan dilində yazasan. Tamam. İngilis yaza bilərsən bunu. Amma yenə də Azərbaycanla əgər sənin hədəf kütlünün işə qəbulun və yaxud da postların İngilis dilində olsa, məsləhət görərdim ki, bir dildə yazın bunu. İkinci, gəlirik skillslərə. Yəni, skillslərdən aşağı yoxdur deyə bura girə bilərik biz. Yəni, skills şey deməkdir, bacarıqlar deməkdir. Senarist, rejissor, aktör. Əladır. Amma bir şey dediyim kimi qarışıqdır. Universitetin adı İngilis dilində. Bacarıqların başlıqları, title'ları türk dilində və qaydırıq görür ki, İngilis şeydə də, Azərbaycan dilində də postlar. Sahilə bir məsləhətim, profilində hamısını Azərbaycanca eləmək və yaxud da İngilis dilində eləmək və yaxud da türk dilinə keçirilməlidir. Məsləhətim Azərbaycan dilində, çünki Sahil ingiliscili bilgim bura qeyd eləməyib, bilmirəm ingilis dilini nə qədər bilir. Əgər ingilis dilində də ki, inanmıram bir ana dili kimi ingilis dilində danışıb aktyor ola bilsin gələcəkdə. Təbii ki, uğurlar arzulayırıq. İnşallah ki, olar əgər niyyəti varsa. Amma bu profil daha çox Azərbaycan hədəf kütləsinə uyğun olduğuna görə məqsəd çalışsın bütün hamısının necə ki, redaktor, senarist Azərbaycan dilində, postlar Azərbaycan dilindədir. Çalışsın bu bacarıqları bir də universitet adını Azərbaycan dilində yazsın. Bir də connection-dan artırsın.
Sahilin profilinə bağlı budur. Çox ideallı, əla profili var. Zaten bu belə də vecsiz adama oxşayır. Çünki artistik adamlar, aktyor adamlar, yəni belə şeylər tapmırlar. Bunlarda belə qəribəlik görmək normaldır. Keçək ikinci. Aha. İndi gedirik dostlar. Amin İskəndərlinin profilinə, amma atıb bunu İlham Bədəlov. Yəqin qohumudur ya da nəsə. Keçirik bura baxmağa. Baxırıq. Mən bu insanla depressiv insana oxşayırsan və qarışıqsan, bu biraz həyatının belədir, yəni yolunda getmədiyini göstərən bir şəkildir. Mən səndən məsələn iclasa girmək istəməzdim. Əgər bir insanla profilinə baxıb işə almaq istəyən bir insan bu insana iclasa girmək istəyərmi, istəməzmi, o reaksiyanı verməlidir, o vibe verməlidir. Mən səndən işə girmək istəməzdim. Belə dağınıq saçlı bir insanla və yaxud da belə qəmgin bir insanla. Xinşa. Bilmirəm bu nə deməkdir. İndi baxacaq bəlkə də bizim. Aminin baxın bioqrafiyasında qeyd olunmayıb. Amin nə işə baxır? Yəni recruiter, bax buradan işə götürən adam HR görür ki, Amin İskəndərli və onun altında heç nə yazmayıb. Ona görə heç Aminin profilinə girməyəcək. Və üzərinə vuranda Amin doesn't have any verification yet. Yəni Amin öz şəxsiyyət vəsiqəsindən profilini təsdiqləməyib. Bu arada Sahilə də baxacağıq biz. Sahil, sən də bax burada öz iş yerindən, əgər rəsmi işləyirsənsə, e-mailin varsa və yaxud da şəxsiyyət vəsiqəsindən, pasportundan bax bunu silib bu işarəni ala bilərsən. Bu qədər. Qayıdırıq Aminə. Amin, sən də bunu eləyə bilərsən. Çünki bu profilləri olmayanlara bax görsən hamıda var. LinkedIn güvənmir deyə saxta profil ola bilər. Tamam. Amin tələbədir. Python, JavaScript, React və s. proqramlama dilləri bilir. 6 il təcrübəsi var. Professional music art. Bu məsəl üçün sənin əgər incəsənətlə bağlı bir iş tapmaq istəmirsənsə, bunun burada olmamağı daha məsləhətdir. Ümumiyyətlə bu qədər qarışıq, bax gör necə də qarışıq görsənir. Heç kim bunu məsələn mənim səbrim belə çatmadı bunu oxumağa, hansı ki mən dayıtı oxuyuram. Aminin profili aktiv deyil. Bax burada arxada kodlama ilə bağlı və yaxud da öz işi ilə bağlı, şirkəti ilə bağlı başqa bir şey olsa daha yaxşı olar. Dostdur, bir dənə connectionu var, yəni çox azdır. Ola bilsin təzədir profil, amma təzədir, yəqin təzə yaradıb. Amin. O zaman bunlara sən diqqət elə. İndi mən öz profilimi göstərəcəm, ona uyğun bir şeylər eləmək olar. Ən sonda öz profilimi göstərəcəm. İndi mənim profilimə uyğun siz dəyişə bilərsiniz. Bu bacarıqlar. Tamam, kes olmasa da olardı, əla olardı. Music production'dır. Nə bilim, sonra qeyd edirlər burada. Məsəl üçün, o qədər şeylər. Məsələn, HTML, CSS-dir. Bax, CSS 2 dənə var. Mən adım kimi əminəm ki, indi bilmirəm, haqqına girməyim. Tailwind CSS, bəlkə də bilmirəm nədir. Və yaxud da bu qədər şeyləri əlavə edib, yəni özünüzü hər şeyolog kimi göstərmək lazım deyil. 10 dənə, 15 dənə maksimum əlavə edin, amma dar sahə seçin ki, insanlar bilsin ki, nə axtarır. Məsələn, bu GitHub sənin portfelindir. Məsələn, bunun GitHub'dır. Burada olmağı o qədər də vacib deyil. Amma yəni Instagram məsələn, bu nədir burada? Yəni Instagram üzrə mütəxəssissən, yoxsa nədir? Bu da var. HTML, CSS validation. Bax, bu yersizdir. Məsələn, buranı biraz əl gəzdiriklə mütləq. Sonra, əgər bir kitab oxumusansa, bir gözəl şeydən təsirlənibsən, kinodan, oradan bir dənə filmin bir hissəsindən kadr paylaşıb sözlər yaza bilərsən. Öz işi ilə bağlı sertifikatlar paylaşa bilərsən. Amin harda oxuyur? Baxaq görə qeyd edilib burada. Amin oxuduğu yer bəlli deyil. Tamam, ola bilər ki, oxumur. Amma ola bilər yenə də IT-şnik olsun, yəni proqramlama ustadı olsun, master olsun, bu da mümkündür. Harda işləyir, onlar qeyd olmayıb, bəlkə də işləyir hardasa. Yəni Aminin profili çox qeyri-professionaldır, təbii ki, bunu görmək olur. Aminə dostluq atar, inşallah ki, dostlarıq Aminə, Amin də mənim profilimdən baxar.
nələrsə dəyişər. Amin. Axırda belədir də, sənin profilində hər şey dəyişilməlidir. Postlar paylaşılmalıdır, arxa fon, şəkil verified olmalıdır, bioqrafiya yazılmalıdır. Sənin bir dənə connection var, ən azı bunu 500 eləginə. Sonra about-u dəyişginə, skillsləri gözəlləşdir. Hansı sahədə işləmək istəyirsən, onunla bağlı məlumatlar yaz, sertifikatlar əlavə eləyə bilərsən. Əgər sertifikatın yoxdursa, girginə Udemy-dən və yaxud da hansısa, sonra Indeed var, sonra Decreed var, sonra bir neçə dənə var. İndi şəxsdən mesaj yazırsınız, mən sizə göndərərəm ki, pulsuz sertifikat ala biləcəyiniz, hansı ki onların credential-ı var. Credential-da səhv eləmirəmsə belə yazılmalı idi. Yəni girib onaylaya bilirsiniz ki, bu sertifikat doğrudur, yoxsa yox. Elə bir hətta keçid linki olur. Sertifikatların altında göstərəcəm indi özündəkindən. Məsəl üçün, mənim profilim burada. Gəlirik aşağıya. Gəlirik aşağıya. 869 baxın var. Kompüter biraz donur. Çünki hazırda stream açmışam arxadan, ona görə kompüterim donur. Bu kompüter mən sadəcə heç vaxt, yəni bundan belə şeylər işləməmişəm deyə. Bu mənim sadəcə ev kompüterim. Hə, bax, credential. Hə. Vurursan məsələn bunun üzərinə hansı sertifikatın necə olduğunu göstərir. İndi girəcək, burada verified eləyəcək. Hə. Bax, hə. Bax, görsən Nicat Ağayev 2023-cü ilin martın 24-də alıb. Verify, görürsünüz. Nəsə, bu qədər də bu dəqiqə vacib deyil. Keçirik Aminin profilinə. Amin, bildin təxminən olaraq sənin nələrə ehtiyacın var. Aminin profilini bağlayaq. Keçək Qarayev Vəli. Paylaşıb Vəli Qarayev özünün hesabını atıb. Manual tester. QI, yəni tester deməkdir. Open to work. Heç yerdə çalışmır. Oxunmuyub, çox güman ki, universiteti ilə bağlı. 272 connection var, normaldır. Amma kimlərlə connection var, önəmlidir. Və mənlə ikinci dərəcəli LinkedIn connection var. Yəni, Vəliyə də dosya atırıq. Müasir, faydalı, universal. Arxa fon şəklin keyfiyyətli olsa, eləsə əla olar. Profil şəkli əladır, superdir. Biraz da yaxınlaşdırmaq olar, əladır. Problem yoxdur. Mən məsələn Vəli ilə girmək istəyirəm. Aminlə Vəli arasında qalsam, mən %100 Vəli ilə iclasa girmək istəyirəm. Və inanıram ki, Vəlinin profilindən daha çox bir şeylər bildiyi təəssüratı yaranır. Bu hissədə ən azından. Ən azından hələ ki belə bir təəssürat yaranır. Amma məsələn fikir verirsə, Amində daha çox məlumat var idi, amma məlumat kirliliyi var idi orada. Tamam. Çünki ən azından baxın, Vəlinin nə etdiyi bəllidir. Manual QI engineerdir. Bu adam yəni testerdir. Sən bir işi görüb buna test elətdirməyə güvənə bilərsən. Amma o biri Amində nə etdiyi bəllidir, hər şey bilir. Hə, experience. Kasiyer. Kasiyer, yəni bu nə işdir? Yəni kassa deməkdir. Çox maraqlıdır. Burada sadəcə universitetin işləyir. Hə, bu fon oradan gəlir. Arxa fon oradan gəlir. Hə, Vəlinin arxa fonu o biyaqçından gəlir. Mən olsam bunu dəyişərəm. Daha keyfiyyətli işimlə bağlı bir şey qoyaram. Və kasiyer bilmirəm, yəni kassada işləmirsən, nədir bilmirəm, amma bunu mən dəyişərəm. Interestlərinə baxaq. Görək aktivitelərində nələri var Vəlinin. Tamam, kommentləridir, əladır. Yəni, kommentin pis yaxşısı olmur. Komment yazıb səni qabığa ata bilir. Postlarına baxaq. Postu yoxdur. Post olsa əladır. Reactionlara da baxmayaq. İndi, tamam. Əli, activity bölməvi biraz əl gəzir. Çünki baxanlar, insanlar bax, plus görür. Heç nə görmür. Skillslara baxaq. Sokarı izləyib, bunlar normaldır. Ya bacarıqlar bölməsinə baxaq və Vəlinin profilindən bugünlük bəsdir. SQL, manual test. Hə, tamam. Adam 3 dənə şey bilir, 3-ünü də qeyd edib, əladır. Hə, bu arada yadından çıxıb dostlar, girin bura, endorse edin bir-birinizin profilini. Məsəl üçün deyirəm, mesaj ata bilərsiniz ki, sənin girdim skillslər və
endorse elədim məsələn. Bax, endorse yazılıb ha. Onu elədim. Girəndə normal bir insanın profilinə məsələn göstərim. Girək Seyfullahın profilinə, tanımırıq. Üzürlü saydın haqq şey eləmədən, soruşmadan profilinə girdi. Giririk hara? Hesabına. Hə, biz dost deyilik, eləyə bilmirik. Gəl o zaman dostlarımın birinə girək. Və dostun olacaq, connection olacaq. Vəli bu arada qəbul elədi bizim dostluğumuzu. Vəlinin gərək, hələ Vəlinin özünün üzərindən verib bax, endorse elədik. Və belə eləyəndə insanlar onun dostluğundakılar görür ki, mən Əlinin həqiqətən də bu bacarıqlarının olduğunu şey edirəm, təsdiqləyirəm. Və ondan sonra insanlar elə bil ki, Vəlinin bax bu məsələn test bacarığı, bu bacarıqların ümumiyyətlə olduğuna inanırlar. Çünki baxırlar kim eləyib, Nicat, hə Nicat YouTuber'dır. Məsələn bu işlər görür, böyük bir şirkətdə işləyir, ona görə Vəliyə daha çox güvənirlər. Vəli bunlara artıq zəhmət olmasa postlarına diqqət elə, experience-i demək istəmirəm, amma biraz yalan danışmağı bacarım bu mövzuda. Çünki çox önəmlidir. Bu da Vəlinin profili. Biz hara gedirik? Keçirik. Burada bir dənə oğlan var idi. Məsələn, mənlə şəxsi danışmışdı. O mesaja baxmaq istəyirəm. Zahidin profilinə. Zahidin profilinə keçid eləyirik. Zahidin profili normal görsən. Bax, Vəli, eynən bax sənin profilin kimidir. Bax, QI testirdir, Keywords-dir, Assurance Engineering, bax, işlədiyi yer budur. Polşada VSB Universitetini bitirib, 1000-dən çox followersi var, 500-dən çox connection var. Yəni, adamın arxa fonu bax, tam işi ilə bağlı. Profil şəklində hər hansısa bir iclasdan keyfiyyəti yaxşı ola bilərdi, amma ola bilsin ki, uzaqdan çəkilib, yaxınlaşdırıb. Məsəl üçün, Zahid bu profil dəyişsin əla olar. Verification-a baxaq. ID. Şəxsiyyət vəsiqəsindən verify eləyib. Əgər işlədiyi şirkətlə də verify eləyə bilsə, superdir. Çünki insanlar inanmaya bilərlər ki, sən həqiqətən də bu şirkətdə işləmirsən, yoxsa yox. Bax, görək Zahidin işlədiyi yer niyə açmır? Neysə, baxaram sonra ona. Gəlir Zahidin profilin aşağıya, About Me hissəsinə baxaq. Oyunlarla bağlı bağların tapılması. Yəni, adam öz işin kifayət qədər burada açıqlayıb. Yəni, müasir dövrdə biraz AI ilə buranı gözəlləşdirirlər. Əslində, mən belə sadə olmağın tərəfdarıyam. Amma hal-hazırda yəni, insanlar gözəl bir şeylərə də önəm verirlər. Bura smile falan atırlar, raket işarəsi, alov, güc, nə bilim nə. Gəl aşağıya. Baxın, 10 saat əvvəl paylaşıb 23 like alıb. Öz işi ilə bağlı, turnirlərlə bağlı. Baxın, adam universitetdə paylaşdığı bax, software engineering dərsində müəllimcə tapşırıq vermişdi. Nəsə eləyib paylaşıb. Super, Zahid, super. AI alətləri necə seçmək olar? Yox, Zahid işi bilir. Mən Zahidlə istəyərəm ki, bir dənə iclasa girim. Adam bax, işləyir, tester olaraq işləyir burada. verstech.az Junior Python Developer. Yəni, bu adam işi bilir. Yəni, mən, məsəl üçün, Zahidə bir iş tapşıraram açığı. Universiteti bəllidir, lisenziyaları bəllidir, proyektləri bəllidir, volunteeringi bəllidir. Hətta mən volunteerinqləri məsələn qeyd eləməmişəm. Avropadanma önəm verirlər ona. Çünki mən Azərbaycanda eləmişdim, Avropa bazarına girmişəm deyə onlara elə də maraqlı olmaya bilərdi. Yəni, Azərbaycandakı şeylər, məsələn, mən onu tərcümə eləməli idim. Onlar bəlkə də axtarış tapa bilməzdilər. Amma əladır profil. Endorse eləyək ki, məsələn, language occurrence hər şeyi bilir. Azərbaycan, ingilis dili, Duolingo skoru var. Yəni, Zahidin profili çox əladır. Zahid, yəni, belə də bu profilinin əkməyini yeyə bilər türklər demişkən. Əslində, bu ət işarəsi ilə bu case studiosun arasından, yəni ki, QI testdir, ət. Tamam, elə bildim, təq eləmək istəyib. Yəni, ətdə bu in, on, ət, o mənada işlədir bu ət işarəsini burada, daha müasir. Əla. Zaten əladır profilin, superdir. Gedirik Instagrama və şeylərə baxır.
Zöhrə Mürsəlzadə. Mən bu zadə axırda heylərə biraz qarşıyam. Yəni bu biraz keçmişdə qaldı bu həylər, heylər arxasında. Baxırıq profilinə. Verifikasiya olunmayıb. Məsləhət gördüm verifikasiya olunsun. Profil şəkli normaldır. Yəni daha yaxşı ola bilərdi. Arxa fon şəkli yoxdur. Olmağı məsləhətdir. İşinizi arxa fon bəlirləyir. Profil şəkli qoyanda da çalışın qaranlıq olmayın. Daha açıqlı, işıqlı olsun ki, insanlar bilsin ki, yəni kimi görür. Sonra Junior Project Manager, Scrum Master. Mən məsləhət görürəm insanlara bu Junior sözünü yığışdırın. Çünki onsuz da Junior işin vermək istəyəndə Project Manager axtarır. Axtarırsa Junior axtarıram deyib tapmır. Çünki Junior işçi həmişə, işə götürən həmişə istəyir ki, yaxşı nəticəli bir insan götürsün. Ona görə yəni Junior'a heç kim baxmır. Bunu dəyişə bilərsiniz. 500 connection'ı var, əladır. Superdir. Bakı Mühəndislər Universiteti. Gələk aşağıya. About me hissəsi boşdur. Boşdur. Burada olmalıdır. Mütləq buranı doldur. Bax, bayaqki oğlanın profilində var idi. Əla yazmışdı, sadə. 1042 follower var, əladır. Zöhrə ancaq repost edib. Pis deyil. Repost his, gözəl. Yəni dayanmadan repost olsaydı, yəni demək öz elə bil ki, işim gücüm yoxdur və yaxud da özüm post paylaşmağı bacarmıram, ancaq mən repost edə bilirəm düşüncəsi yarada bilərdi. Amma baxıram ki, yox. Burada öz fikirlərin qeyd edib, sertifikatların əladır. Zöhrə, biraz sənin profilində bax, arxa fona, verifikasiya, şəkil normal. Ümumiyyətlə, bilmirəm, bu open work-ü mən o qədər sevmirəm. Amma yəni LinkedIn deyir ki, bunu əgər iş axtarsansa eləməlisən, amma mən heç vaxt eləməzdim. Mən connection yıxardım. Çünki işi olan adamlara daha çox, necə ki evli kişilərə, qadınlar, üzr istəyirəm yenə bu mövzudur. Çoxlu belədir, yəni görürsünüz ki, xəyanət eləyirlər, daha çox belədir tələbat var. İşi olan adamlarda daha çox professional görsənir açıq bu işlər. Əgər üzrürsən, nə qədər düzgün ola bilər ifadəm yoxsa yox. Experience Project Manager çalışıb. Tamam. Yəni tamam işi ilə bağlı. Bunu Project Manager daha gözəl yazsa, P-ləri böyünən, M-ləri böyünən yazsa daha gözəl olardı. Oxuduğu yer, sertifikatları. Gəl baxaq, interestlər yoxdur. Heç bir səhifə bəyənməyib Zöhrə xanım. Gəl bacarıqlarına baxaq. Jira. Mən də bu arada bilirəm, işim onun üzərində CRM əladır. Stakeholder bacarığı olmur. Stakeholder əslində bir ixtisasdır. Ona görə mən bunu yığışdırardım burada. Postman, varlıq yönetmenləri, izlətmənləri. Hardan kopyalayırsınız bilmirəm. Bax, məsəl üçün, bax, şey qalsaydı, məsələn, bu məsəl üçün də SQL məsəl üçün qalsa bəs eləyir. Python ola bilər, bilirsən, bəs eləyir. Sonra biraz buranı, məsələn, Jira-dır, CRM-dir, bunların qalmağı məncə bəs eləyir. Bir 10 dənə, 5 dənə yaz, amma artıq yazma. Artığın xeyri yoxdur burada məsələ. Tamam. Və biz də belə deyim, dostluq qəbul edəndən sonra endorse eləməyi unutmayın. Və mesaj atın ki, salam Nizat məsələsi, mən sənin bacarıqlarını endorse elədim. O bayaqki aşağıda göstərdiyim elədimi? Endorse elədim. Siz də mən ki, zəhmət olmasa endorse eləyin. Bax, onu eləyə bilərsiniz bir-birinizə. Və biraz da postları olsa, həyatı ilə bağlı, yəni gördüyü şeyləri, analiz qabiliyyətini yəni paylaşsa və yaxud da hansı bugün nəyisə dəyişdirə bildi, insanların səbəb və nəticələri önəm verir bu LinkedIn-də. İnsanlar ona şeylərə önəm verir. Ona görə elə şeylər paylaşsa əla olar. Dostluq atdıq. Zöhrə xanıma əladır profiliniz, uğurlar. Baxaq. Ali Babayev linkin arxasını göndərib. Gəlin Ali Babayevin profilinə baxaq. Mənim kompüterim biraz donub, çünki bu kompüterdən heç vaxt istifadə eləməmişəm. Bu mənim iş kompüterim deyil. İş kompüterində girə bilmərəm bu qədər şeyə. Transport Maintenance Supervisor. Transport. Logistika yəni.
Transportation. Wrestling. Mən bu profildən idmançı nəticəsi alıram. Logistika şirkətində idmançı işlədərəmmi, işlətmərəmmi bəlli deyil. Görək nə paylaşıb. Əlinin profili biraz qarışıqdır, açığı deyim sizə. Hi everyone, mən axtarıram yeni rol. Please send me message about me. Logistik koordinatörü, logistik supervisor, bakım supervisor axtarır. Türkçə yazıb, amma ingilis dili demək bu, yəni düzgün deyil. Bu düzgün axtarış sistemi deyil. Və bir neçə dəfə paylaşıb, bunu da məsləhət görmürəm. Bir dəfə paylaşın. Normalda aktiv olmalısan, sonra bu postu paylaşmalısan. Sənin burada sporla bağlı qoyumsan, fəxr eləyirsən özündən, biz də fəxr eləyirik. Amma sənin logistik transportundan heç əlaqəsi yoxdur. Ona görə bunu dəyişsin, əla olar. Profil şəkli dəyişməlidir, arxa fonu dəyişməlidir. Sonra bunlar əladır, yəni işlədiyin yer Procon elədir. İndi baxacaq görək bu nədir. Sonra postların dəyişilməlidir, biri silinməlidir. Ümumiyyətlə bunun ikisini də silib normal gündəlik işlə bağlı bir şeylər paylaşmalısan, analiz qabiliyyəti falan göstərməlisən burada. Ondan sonra bunu paylaşsın, daha yaxşı olar. Gələk experience. Bax, experience-də şey qeyd edilməyib. Bax, Procon LLC-də işləyir, amma nə işləyir bəlli deyil. Full time işləyir, nə işləyir bəlli deyil. Yəni, biraz buranı düzəldərsən. Bax, International Wrestling Refire. Neysə, burada əla gəzdirərsən. Profildə çox səhvlər var. Profilində mənim profilim axırda göstərəcəm. Ona uyğun dəyişikliklər eləsin, əla olar. Çünki profilin heç profesional deyil. Və çalış, bunu da təsdiq edərsən zəhmət olmasa. Əgər işlədiyin yerdən e-mailin varsa iş e-maili ilə, yoxsa da şəxsiyyət vəsiqəsindən təsdiq edə bilərsən bunu. Görək. Habil Bayramlı. IT, Data, Excel, Financial, Analytic, Azərbaycan State University of Culture and Fine Art. Tamam. Profil şəkli yoxdur. Yenə də yaralı yer. Mən kimlə iclasa girəcəm? Çünki bu CV deyil ki, təcrübələrə önəm verək. Bu profildir. Buradan insanlar baxıb seçirlər. Yəni, nə qədər vicdanlıdır, nə qədər ədalətlidir, orası yəni mövzumuz deyil. Çünki LinkedIn göstərişə önəm verir. Sən göstərişdə olmalısan. Arxa fon, təsdiqləmə, məsələn, Excel, Finance, dəxlisizdir, bir-birinə əlaqəsi yoxdur. Çalış müəyyən dar əlaqəni seçkinə. Connection ataq ki, bizim profili görsün, bəlkə dəyişər, nəsə bizdən baxıb götürər. Profil şəkli dəyişməlidir. Sonra Activity, görsünüz, ancaq kommentə plus atıb. O, nədir? Bunu necə qaytaraq? İlk dəfə də açıq gördüm. Bunu necə etmək özüm də bilmədim. Education oxuyub burada. Bax, eyni şeydir. Bunun birini silməlisən. Ya bunu qalmalıdır, ya bu qalmalıdır. Bacarıqlar. Zaten interestlər yoxdur. Bacarıqlar bölməsində analitik bəcəri, research skills, training. Mən olsam bunları silərəm. Konkretni işimlə bağlı məsələlər yazaram. İndi göstərəcəm öz profilimdə sonra sizə. Habil profilinin çox pisdə açığı. Yəni xətrə dəyməsin. Yəni profildə çox şey, informasiyalar var, amma əl gəzdirmək lazımdır. Ümid edirəm ki, düzəldərsən. Əlizadə Abdul Salam. Aha. Deyərsən sonunda Abdul Salam Alizade. Hətta səs qoyur ki, eşitmə qüsurlarsın, belə deyək də. Hətta adı necə səslənir, onun doğru səsləndirməsini qoyur. Abdul Salam Əlizadə, arxa fonu yaxşı, data analistikdir. Profil şəkli əladır, profesionaldır.
Gördüyünüz kimi Azərsilah GSG, bilməm düzgün tələffüz elədim yoxsa yox, orada işləyir. Baku Engineering University, Data Science, Data Analytic, sonra profesional sertifikasiya, 2600 izləyicisi var, 500-dən çox connection var, əladır. Abdulsalam tanışdıq aşağıdan. Görək profildə nələr var. Doldurub önə çıxanlaq şeyləri, maraqlı, rəngli sertifikasiya və yaxud da skorlarıdır. Hardan nə nəticələr toplayıb, əladır. Aktivitələrinə baxaq. Burada keçirdiyim 3 ay mənim üçün həqiqətən çox dəyərli və öyrədici oldu. Sertifikatını paylaşıb. Abdulsalamın profili əladır. HackerRank platform, Oracle, SQL üzrə əla. Çox detallara girməyəcəm. Çünki adam ki bilir nə paylaşıb. Profil əla, paylaşımları əla, experience əla, education yaxşı, sertifikatları baxın, show, credential hamısında qeyd edilib, proyektləri hətta var, super, skills. Mənim çoxsinin ən yaralı yeri bu skills bölməsidir. Gedək görək Azərbaycan ingilis dili. Görək skillslər bölməsində nə var. Factoring, presentations. Bunun biri silinməlidir. Training mən olsam silərəm. Supervisor skills. Skills sözü zaten var. Supervisor yazar. Məsələn yenə də yazma. Çünki bu bildiyin dar sahə olmalıdır. Mentoring mən olsam silərəm. Silərəm. Saxlayaram burada nəyi? Heç birini. ISO standart saxlayaram bəlkə. Məsələn bunu saxlayaram. Bunu bilmirəm, saxlamaram. Data Science bəlkə saxlayaram. Bax 100% Oracle. Bunu saxlayaram 100%. Air Programming Language bilmirəm nədir. Amma işimlə əlaqəlidirsə mütləq saxlayaram bunu. Amma bax Abdulsalam fikir versən nə qədər doldurmuşsan bura. İnsanın başı gizlənir bu qədər skillsləri öyrənmə, oxumağa. Ona görə 10 dənə, maksimum 15 dənə yaz, amma keyfiyyətli yaz. Sənin profilində əksik bir dənə o skills bölməsidir. Başqa heç nə yoxdur. Profilin əladır. Əladır, superdir. Yəni, məsələn, PL 300 ola bilər ki, HR bunu bilsin, bilməsin, bilmirəm. Amma biraz asan dildə yazmalısan ki, insan axtaranda ən azından başqa sahələrdə də olsun, bunu axtaranda görə bilsin. Çünki sən data elmi işçisən, məsələn, sənin profil və HR baxacaq. Yəni, HR bu MOS 211-dir, PL 300-ü bilə bilməz. Amma Python-u, Oracle-ı bilə bilər. Ona görə yəni, bunlar biraz artıqlıq edir. Bunlar burada rəqəm yığın. Elə ki, random. Bunu dəyişməyi məsləhət görürəm. Görək, verified necədir? Verified eləməyi məsləhət görürəm. Sonra, bir də ki şey, skills bölməni inkişaf etdirə bilərsən. Tamam. Baxdıq. Keçək Mustafa Quliyev. Paylaşımlarınız çox faydalıdır. Profil baxsan sevlərə maraq olar. Təşəkkür edirəm Mustafa. Baxaq profilə. Mustafa yəni software testing əla. Mustafa'nın bio hissəsi əladır. Təsdiqləmə yoxdur. Bunu məsləhət görürəm, təsdiqləyin. Profil şəklinə sakitləşdirici, belə şeylər qoymaq əladır. Amma mən bir profesional profildə işimlə bağlı bir şey qoyardım. Şirkətimlə bağlı, işimlə bağlı gördüyüm bir şeyi bildirsin. Və burada insanlar səndən səmimiyyət gözləyirlər. Bu profil şəkli uyğun deyil. Çünki sən incəsənət işçisi olsun, ağlamaq qoya bilərsən, gülmək qoya bilərsən, fərqli bir şey, amma bu sənin işini ifadə eləyir, göstərir. Amma bu o deyil. Bunu deyim. About me, I am Mustafa. Discipline, detailed, oriented, bla 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 bla, əladır.
Bunlara çox vaxt qatışmıram, çünki hər kəs öz about me-sini istədiyi kimi yaza bilər. Activity-sinə 5000 izləyicisi var. Çox əladır. Amma 3 həftə, 4 həftəyə 6 dənə biraz qəribədir ki, necə olur ki, izləyicisi var, amma impression məsələn azdır. Amma yenə də indi onlara fikir verməyək, çünki o insanların like edib like eləməməyi o qədər önəmli deyil, amma adam görsüz paylaşımları var, kifayət qədər aktivdir. Yəni Mustafa'nın profili aktiv işləyəndən profil. Experience. Bax, burası əladır, əladır, əladır. Bax, məsələn, mentor. Hə, elə bildim 2 dənədir, gördüm yoxdur onun. Hə, var 2 dənə imiş də, hə. Hə, bu işləmə yeridir, əstəğfurullah. Elə bildim skills bölməsidir. Adamın yəni iş bölməsi, experience bölməsi əladır. Education da var. Keçək yenə skills bölməsinə. Yəni language-a baxaq, ondan sonra English, Azərbaycan. Gedək skills bölməsinə baxaq və belə deyim, Mustafa'nın profili gözümüzə yaxşı batır, amma belə də o qədər abunənin bu qədər reaksiyası biraz şübhəli gələ bilər, amma yenə də heç kimə maraqlı deyil. Məsələn, saxlayaram bunu, SDLS, əgər işi ilə bağlıdırsa saxlayaram yenə də. Agile testing, Agile, API testing. Yəni, tamam, əgər çox deyilsə, məsələn, bu araşdırma azadı yığışdırıram. Çünki ya ingiliscə, ya researcher yazmalısan, researcher yazmağın da mənası yoxdur. İndi bir dəqiqə onsuz əgər sən LinkedIn-dəsənsə, researcher bacarıqları elə də önəmli deyil əslində. Yəni, bildiniz yenə də, işimizlə bağlı skillslər yazırıq, başqalarını boş veririk. Mustafa, profilin yaxşıdır, amma deyərəm ki, yeni dostlar əlavə eləməyə çalışıram. Biraz aktiv insanlara dostluq atıram. İşi ilə bağlı dostlara biraz dostluq atıram. Profil şəkli dəyişə bilərsən, arxa fon, təsdiqləmə. Başqa hər şey yaxşıdır. Bir də skillslərə əlavə eləsin, superdir profilin. Mən intern axtarıram, IT-sahəsində eləyə bilərəm. Ayxan, LinkedIn profili düzəlt və başvurular elə. Öz CV-yi də düzəlt, başqa çarəsi yoxdur. Markus. Görək, Markusun Dəmirli. Tamam. IT, digital işlərlə bağlı işçisidir. Əla, sanki sistem administratoru arxasında bir vibe var. Neysə, mesajlar gəldi, fikrim ora getdi. Bax, tam sistem administratorunun arxasında vibe var, əladır. IT ilə bağlıdır, sevilən şəkildir. İşini bilən adama oxşuyur. Connectionlar var. Mən bir telefonumu atdım şeyə. Amma ata da bilmirəm. Səssizə qoydum. Connectionlar var. İşi hal-hazırda yoxdur. Qərbi Kaspiyum Universitetində oxuyub. Sonra özü haqqında bura mən heç vaxt dediyim kimi qatışmıram. 9 izləyicisi var. Gördüyünüz kimi hətta repost, yox, elə bildim repostuna gələn like-dır, yox. Postdan gəlib like-dır. Profili aktivdir, maraqlıdır. Run as administrator. Run. Yəni, Məhəmmədin profili maraqlıdır. Bir ay əvvəl 64 reaksiyası var. Education'ı var. Lisenziyaları var. Volunteering'i var. Language'lər normaldır burada. Gəlin yenə skills bölməsinə baxaq və bağlayaq. Artificial Intelligence, AI, Personal Development, silərəm bunu. Hardware, Network silərəm, Scratch silərəm. IT Essential, bəlkə qalar, bəlkə 99 mən silərdim. Bunların hamısını silərdim. JavaScript-lə işləyirsənsə, bunun professionalsansa saxlayardım. Başqa cürə qoymazdım qalsın. Yorulmuşam biraz. Tamam. Bu mənim videomdur. Məhəmməd Rıza Cahan. Tamam, backend developer. Java backend developer. İşlədiyi yer
IT, Big Techno. Dostluq atdıq. Sonra, əgər kiməsə dostluq atmamışamsa, üzrü sayın, mənə dostluq ata bilərsiniz. Yəni, profilim bəllidir, hamı görür profilimi. Tamam. Featured. Burada. GitHub Project. CV. Paylaşımlar var. İşlə əlaqədardır. Əladır. Sonra qaydırıq aşağıya. Təcrübəsi. İşləyib. Hal-hazırda işləyir, amma burada niyə qeyd olunmayıb? Qeyd olunub. Elə bildim qeyd olunmayıb. Təcrübəsi var. Education var. Lisenziya sertifikatı var. Özə qeyd attach edilib bura. Skills-a yenə baxırıq. Yenə yaralımız yerimiz skills-dir. GitLab, Backend Development qala bilər. Qala bilər. Qala bilər. Silərdim GitHub. Silərdim. Sırf işimlə bağlıdsa qalardım. Easy Adaptable. Dəxlisiz temadır, silərdim. Bax, buranı mənim profilimə baxıb açıq biraz fikir götürə bilərsiniz. Ona görə çox uzuncadı bir baxmayacağım hər yerə. Təsdiqləməsi varmı? Yox. Təsdiqləməsi də yox. Zaten olsaydı burada işarə olacaq idi. Ümumiyyətlə profil yaxşıdır. Qənaət baxış. Məsələn, görürsünüz sağdakıların bax. Azərbaycanlılardır, amma verifikasiya olunub. Bunu eləsəz əla olar. Görək kim qaldı. Yusif Əhmədovun profilinə baxaq. Əgər tapa bilsək doğrusun. Yusif Əhmədov. Yusif, üzrü sağa görə bilmirəm sənin profili. Hansıdır görəsən bunlardan? Tapmaca da oynamaq istəmirəm açığı. Nəysə, tapa bilmədik. Görək. İsmail Abbas Əsədov. İsmail Əsədovun profilinə, yəni bundan aşağıda var. Sən İsmailin profili. Bilmirəm, ona görə də keşkillik atardı. Əgər bu profilsə çox əla profil. Yəni buna, əgər yenə də mənim profilimə uyğun, siz özə dənən şey kimi götürə bilərsiniz. Nəsə olsa keçək, mənim profilim baxaq. Açığı biraz yoruldum. Artıq bir saata yaxındır ki, review eləyirəm. Bu mənim profilimdir. Make the world a better place. Bu mənim həyat ideologiyamdır və işimlə bağlı ola bilər. Çünki işlədiyim şirkət dərman firmasıdır və dərmanların daşınmasıdır. Arxa fonda mənim işlədiyim şirkətin və gülümsəmə, confident baxın, duruş, işimlə bağlı IT Change Coordinator çalışıram, Sencora'da, ITIL, yəni ümumiyyətlə tiketlərlə çalışan insan bilir bu sahəni. IT, Infrastructure Library deməkdir, servisinə işlədiyim elə ki, web-based platformdur. 500 connection'ım var, artırmaq olar, yaxşı eləmək olar. 373 nəfər girib, 7000-dən çox reaksiya var. Burada mənim AI ilə bağlı qazandığım sertifikatlar və yaxud da belə deyim, yəni məlumatlar burada qeyd olunub. Yenə də profil iş yerimdən şəklim. Ev studiyom hal-hazırda oradan çəkirəm. Məsələn, bu videonu oxuduğum kitabdan bir məqalə. Yeni işə girdiyim ofisimin şeyi. Repostum var. Təcrübəm Project Manager, IT Change Coordinator, Junior System Administrator. İşim bu idi, ona görə qeyd eləmişdim. Hətta bunu sistem administratoru kimi də eləyə bilərəm. İnformatika, yəni IT müəllimi işləmişəm bu məktəbdə. Oxuduğum universitetlər. Baxın, görüm hansıları qeyd eləmişəm. Azərbaycan Texnologiya Universiteti, Lomza State University, Kaunas Applied Science və Vevis. Belçikada, Litvada, Polşada və Azərbaycanda. Başqa görək nəyimiz qalıb profilimizdə.
Yaralı yerim saydı. Hə, sertifikatlarımız buradadır. Proyektlərim buradadır. Skills bölməsi və language. Litva dilini bilirəm, ingilis dilini bilirəm. Azərbaycan və rusu bilmirəm, qeyd eləmək nə qədər düzgündür yoxsa yox, onsa mənə lazım deyil. Baxın. Skills. IT Change Management skillsi var. Servis işlədiyim sahədir. IT Infrastructure Library Framework. Project Coordination. Change Control. Sonra AI, Artificial Intelligence. Bax, məsələn, bunu silə bilərəm buradan. Digital Transformation ola bilər. Sistem administratoru işləmişəm, qala bilər. Active Directory silinə bilər. Məsəl üçün, IT Service Management mütləq qalmalıdır. Mütləq. Incident Management mütləq qalmalıdır. CAP işimin bir sahəsidir. Yəni, gördüyünüz kimi Document Management məsələsində hal-hazırda IT Service Manager kimi mənlə də məşğulam. Ona görə bu sahə üzrə iş axtaranda buna diqqət edə bilərlər. Manual Testing, Troubleshooting, Web Development qala bilər, silə bilər. Mən amma işləmişəm. Zabbix, Sistem Administrator olaraq bunu işlətmişəm. Yəni, bu da mənim profilim. Buradan fikir götürə bilərsiniz. Yəni, skillsləri 15-dən çox yazmayın. Öz işinizlə bağlı yazın. Sertifikatlar işinizlə bağlı olsun. Biri barla bağlı, biri IT-ilə bağlı olmasa, education'ınız nədirsə onu yazın. İşlərinizdə biraz yalan danışa bilərsiniz. Və gedək mənim profilimə. Bunu mən görə bilmirəm. Amma siz verifikasiya olmağını bura tıklamaqdan görə bilərsiniz ki, həm şəxsiyyət vəsiqəsindən verifikasiya olunub. Bax, view niyə açmır bu? Kompüter donulmuş. Ona görə. Vururuq üzərinə. Baxın. Senkorada işləmişəm, təsdiq olunub və ID ilə də bağlı iyununda 2025-ci ildə təsdiq olunub. Axırıncı oxuduğum universitet hal-hazırda işlədiyim yer. Bax, beləncə. Ümid edirəm ki, dostlar, video maraqlı gəldi. Əgər videom sizə xoşunuza gəldisə, əgər yararlı oldusa, nə xoş mənə, nə mutlu mənə. Öpürəm hamınızı. Özünüzə yaxşı baxın. Gecəniz xeyrə qalsın. Açıq çox yorulmuşam. Ümid edirəm ki, video faydalı oldu. Hələlik takip etməyi, like etməyi, nə bilim, şərh yazmağı da unutmayın.